birdəki evə testlər vermişdik. Gəlin elə əhalidən başlayaq. Həmişə Nərgiz müəllimədən Gülyanah müəllimə axıra qalır. Gülyanah müəllimə elə sizdən başlayaq. Biraz sivilizasiyalardan danışın. Burdasınız müəllimə? Gülyanah müəllimə. Salam, mən Nərgiz müəllimə. Bəli, bəli. Alo. Bəli, sizdəni. Bəli. Sizlə davam edirdim. Sivilizasiyalardan... Bir dəqiqə rahatlanım. Onda Bir dəqiqə Nərgiz mənim müəllimə rahatlanım, kitabımı gətirim evdədə. Yaxşı, Nərgiz müəllimə Yaxşı, danışsın. dinləyirəm sizi. Aha. Buyurun Nərgiz müəllimə, sivilizasiyalar. Salam müəllimə. Salam. Demək, yer kürəsində bir çox sivilizasiyalar var. Hətta 21 fərqli sivilizasiya olduğu bildirilir. Sivilizasiya, yəni müxtəlif yox, eyni dil, din, adət-ənənəyə malik olan xalqların birləşməsinə deyilir. Dünyada bir çox sivilizasiyalar var. Məsələn, biz bunlara Qərb sivilizasiyasını misal göstərə bilərik. Qərb sivilizasiyasına Şimali Amerika materikində ABŞ, Kanada, Avropa ölkələrini, Şərqi Avropa istisna olmaqla, bir də Avstraliya, Yeni Zelandiya bunları aid edə bilərik. Şərqi Avropa və Rusiya aiddir pravoslav sivilizasiyasına. Meksika və Cənubi Amerika materikində olan dövlətlər isə aiddir Latın Amerikası sivilizasiyasına. Afrikanın şimalı, Ərəbistan yarımadası, bir də Cənub-Şərqi Asiya ölkələrinin əksəriyyəti aiddir İslam sivilizasiyasına, yəni Şərq sivilizasiyasına. Sonra Hindistan, Pakistan, bunlar aiddir Hind sivilizasiyasına. Çin, bir də Vyetnam aiddir Çin sivilizasiyasına. Monqolistan, bir də Hind-Çin yarımadasında yerləşən dövlətlər, Vyetnam istisna olmaqla aiddir Buddaya, Budda sivilizasiyasına. Yaponiya dövləti, Yapon sivilizasiyasına. Bir də Afrikanın o şimalda olan dövlətlər, Efiopiya, Somali falan istisna olmaqla yerdə qalanlar da aiddir Afrika sivilizasiyasına. Şri Lanka hansı sivilizasiyadır? Elə Şri Lankada aiddir Budda sivilizasiyasına. Madagaskar, Afrika. Monqolistan, Budda. Yeni Qvineyanın elə bura Papua Yeni Qvineyası. Necə? Qvineya adası 2 ölkənin suda. Bəli. O Papua Yeni Qvineya. O hansı Papua Yeni Qvineya aiddir qərbə. Qərb. Tamamilə doğru. Amma o İndoneziyaya aid olan hissəsi O İslam idi, Şərq sivilizasiyası. Latın Amerikasında qədim hansı sivilizasiyalar var? Mayalar idi, İnklər, Azteklər. Azteklər, Mayalar, İnklər. Üçü də ora düşür də müəllimə. Çünki Meksikada aiddir deyə, yəni üçü də düşür. Amma testlərdə məsələn deyir ki, And dağlarına düşən, onda deyirsən hansınısa götürmürdük. Mayanı götürmür müəllimə. Azteklər, İnklər elə bir ki, And dağlarındadır. Mayalar Yucatana düşür, Yucatana tərəf. Bəli. Çox sağ olun. Gülyanah müəllimə danışa bilirsiniz? Bəli, müəllimə. Əl qaldırmışdınız, oradan gördüm. Yox, siz heç nə başa düşmürdüm. Dedim görüm, yəni problem nədədir ona görə. Nərgiz müəllimənin səsi əks elədi. Məndə də elə. Bəlkə telefonu yanaşlıqdandır ya, onunla əlaqədar ola bilər. Məndə normaldır. Bəli, sizdə normaldır indi. Şükür. Onda siz bizə danışın. Mərhələlərdən, demoqrafik keçid mərhələlərindən. Demoqrafik keçid əhalinin demoqrafik keçid mərhələləri. Demoqrafik keçid mərhələsi. O 4 mərhələni deyirsiniz də elə. 4 mərhələni deyirəm. Hə. Deməli, burada doğum, ölüm və təbii artım
səviyyəsi sosial və iqtisadi inkişafdan asılı olaraq 4 yerə bölünür. Bu demoqrafik keçid adlanır. Deməli, burada birinci mərhələdə ən aşağı səviyyədir. Elə bil ki, ibtidai cəmiyyət üçün nəzərdə tutulur, səciyyəvi olur. Burada yüksək doğum, elə bil ki, necə idi? Bir dəqiqə. Elə bil ki, burada əhalinin asılılığı təbiətdən asılı olaraq dəyişir. Məsəl üçün, Yeni Qvineya adasında, Amazonda, Konqo hövzəsində şərait olaraq rütubətli ekvatoriyaldan asılı olaraq əhalinin yaşama səviyyəsinə təsiri olur. Məsəl üçün, əhali məşğul olur, ovçuluqla, sonra yığıcılıqla məşğul olurlar. Demoqrafik keçidin birinci mərhələsinə aid olur bu əhali və sonra nə deyirdi orada? Belə sistemləşdirərkən bizə testlərdə daha kömək olacaq. Baxın, birinci mərhələdə doğum yüksək, ölüm aşağı, təbii artımda aşağıdır və aid olan ərazilərdə doğum yüksək, ölüm aşağı. Yəni ki, əhali çoxdur, amma Yox. Doğum da yüksək, ölüm də yüksək, təbii artım da aşağı. Yəni tarazan burada. Yəni misal üçün biri aşağı, biri yüksək olsaydı, hər ikisi yüksəkdir. Doğum da yüksəkdir, ölüm də yüksəkdir. Çoxdan çoxu Oradakı inkişaf etmək geri qalmış ölkələr üçün səciyyəvidir. Yəni səhiyyənin aşağı olmasına görədir burada. Burada səhiyyədən belə söhbət belə gedə bilməz heç bir halda. Səhiyyələr yoxdur. Yox, o qəbilə quruluşunda olan, nə bilim, insanlarla əlaqəsi olmayan tayfalar var, vaxtlar. Bəli. Nədir? İndi keçək ikinci mərhələyə. İkinci mərhələ bu səviyyələr arasında ən yüksək əhali sayı olandır. Bu Afrika, Latin Amerikası və Asiya üçün xarakterikdir. Yox, birinci doğum ölüm təbii artımıdır. Doğum yüksəkdir burada. Bu mərhələdə doğum yüksəkdir. Səviyyənin də inkişafı yəni normaldır. Ona görə də təbii artım yüksəkdir. Doğum yüksəkdir, ölüm aşağıdır. Nəticədə təbii artım yüksəkdir. Təbii artım yüksək, ona görə yüksək olur. Hətta burada demoqrafik partlayış müşahidə olunur. Bəli, bu bizim ənənəvi ölkələrimizdir. İşte necədir? Bir bir şey deyim, yadımdan çıxmamış. O birinci tip, ikinci tip deyirik. Əhalinin birinci tipi inkişaf etmiş ölkələrə. İkinci tip isə əhalisi çox olan, inkişaf etməkdə olan və yaxud da ondan danışacaq mənim. Sual var idi orada. Çini birinci tip götürür. Onu başa düşmədim bu xəritədə. Keçimin demografik siyasət nəticəsində Çin keçib birinci tipə. Necə başa düşmədim, eşitmədim. Çin. 2-dən 1-ə keçməyi bacarır. Siyasət yeridir. Doğumun aşağı olmasına görə, elə? Azaldıb doğumu. Yəni bir uşaq doğru. Bəli, hal-hazırda bir uşaq. Üçüncü mərhələdə necə olur? Müəllimə, bu üçü tam başa düşmədim. Elə sizdən soruşasaydım, amma 4-də bilirəm ki, 4 inkişaf etmiş ölkələr üçün səciyyəvidir. Doğum da azdır, ölüm də azdır. Təbii artım aşağıdır. O inkişaf etmiş ölkələr üçün. Ancaq üçü tam başa düşmədim. 3-də 2-yə oxşuyur. Elə bil ki, ölümün səviyyəsi qalır 2-dəki kimi, yəni nisbətən az. Doğum isə nisbətən səhiyyəni, nə bilim, müəyyən qədər insanlar arasında ictimai məlumatlandırma məsələsinin artması ilə əlaqədar olaraq doğumda nisbətən aşağı düşür və nəticədə, belə deyək də, 3-cü mərhələ olur. Əvvəllər Azərbaycanda 2-ci mərhələyə aiddir, amma hal-hazırda Azərbaycan 4-cü mərhələyə aiddir. 3-cü mərhələyə Latin Amerikası ölkələrinədir. Yəni, 3-cü mərhələdə uzun sözün qısası doğum aşağıdır, ölüm aşağıdır, doğum nisbətən aşağıdır. 2-dən nisbətən daha aşağıdır. Doğum 2-dən nisbətən aşağıdır. Ölümdə 2-də olduğu kimi aşağıdır. Bu da Latin Amerikası ölkələrinə daxildir. Çox sağ olun, müəllimə. Şahalə müəllimə, bizə danışın. Əhalinin birinci tip, ikinci tipindən və həyata keçirilən siyasətlərdən. Bu da əslində düşür tez-tez. Qabağıma çıxır. Buyurun. Mikrofonu açın, zəhmət olmasa Şahalə müəllimə.
Mən eşitmədim ha. Əhalinin birinci və ikinci tipindən və onun yaratdığı problemlərdən danışın. Əhalinin birinci tipi 40-40 gəlir müəllim. Mənim səsim gedir sizə? Hə, gəlir. Sizdə hava yaxşı deyil deyəsən. Bizdə bu gün 80 dəfə işıq keçibdi. Hə. Müəllimə, siz bizə eşidirsinizmi? Yoxsa qırıq-qırıq? Bir təhər gəlir, başa düşmürəm sözü. Çıxın bir də gireyim. Daxil olun. Nəsə düzəlməsə rekorda baxarsınız, olar? Mən eşidirsiniz siz? Yəni biz sizi eşidirik, siz bizi eşitmirsiniz. Biz eşidirik. Mən çıxım birim onda bir də. Olar. Onda Həyat müəllimə sizdən davam edək. Səadət müəllimə də problemdir hava şəraiti ilə bağlı. Aha, buyurun. Mənlə? Bəli, Həyat müəllimə siz. Hə, əhalinin birinci tipi elə bil inkişaf etmiş ölkələr üçün səciyyəvidir. Bu əsasən Avropa, Şimali Amerika ölkələri üçün, yəni doğumun aşağı həddidir, birinci tip. İkinci tip isə inkişaf etməkdə olan ölkələr üçündür, doğumun yüksək olması. Sonra nə idi sualınız? Hə, yaratdığı problemlər. Deməli, əhalinin təbii artımın çox olduğu ölkələrdə demoqrafik partlayış olur. Az olduğu ölkələrdə demoqrafik böhran olur. Hər iki halda demoqrafik siyasət aparılır və əhalinin sayının kəskin dəyişməsi demoqrafik inqilab adlanır. Bəli, tamamilə doğru. Müəllimə, siz bizə danışın. Əhalinin yaş tərkibindən, yaş. Əhalinin yaş tərkibinə görə 3 hissəyə bölünür. 16 yaşa qədər uşaqlar, 65 yaşa qədər... O yox. Mən sadəcə deyirəm, məsəl üçün ən çox uşaqların payı çox olan ölkəni deyim, ən az olanı, yaşlıların payı çox olanı deyim, belə. Yaşlıların payı çox olan Norveç, İsveçdir. Uşaqların payı çox olan Mali idi, səhv eləmirəmsə, Afrikada. Mali yaşlıların az olduğu ölkədə 2%'dir. Bir də Almaniya idi. Almaniya, İtaliya idi ki, yaşlı əhalinin payı daha çox idi. Bəs ən çox uşaq olan hansıydı? Uşaqların ən çox olduğu hansı idi? Yəmən idi. Bəli, Yəmən idi, 52% idi. Yaxşı. Bir sual verim sizə. Yaşlıların çəkisi ümumi əhalinin neçə faizi olanda demoqrafik qocalmanın başlanğıcıdır? Neçə faiz olanda artıq demoqrafik qocalmadır? Yaşlıların çəkisi neçə faiz? 12-14% olanda demoqrafik qocalma, millətin qocalması. Başlanması. Demoqrafik qocalmanın başlanmasıdır. 12-14%. 16-18 olanda isə bu demoqrafik qocalmadır. Yəni bu bizə çox lazımdır. Nə vaxt məsələ həll edəcək, faizləri tapacaq, onda çox ehtiyac olacaq. Demək, demoqrafik qocalmanın başlanğıcı 12-14, 16-18 artıq demoqrafik qocalma adlanır. Sağ olun müəllimə. Nərgiz müəllimə, siz bizə danışın. Əhalinin cins tərkibi. Cins tərkibi. Ümumi bir təhlil edin. Ölkələrin inkişaf səviyyəsi ilə necə asılıdır? Yəni qadınlar, kişilər ola Bəli, cinsdə cins. Hə. Məsələn, qadın və kişilərin sayca üstün olduğu ölkələr var idi. Bunlara ərəb ölkələrini misal göstərirdi. Çin, Hindistan kimi ölkələr idi. Amma Avropa ölkələri, Latin Amerikası ölkələrinin əksəriyyəti, ABŞ, Kanada, Meksika, Car özü, Avstraliya, bunlar da qadınların sayı üstünlük təşkil edirdi. Bəzi ölkələr də var idi ki,
Məsələn, Afrikada Somali idi, Efiopiya, Monqolistan bu kimi ölkələrdə isə əhali, qadın və kişilərin sayı bərabər idi. Məsələn, Azərbaycan özü də qadınların sayı üstünlük təşkil edir. Təqribən 51% qadınlar, 49% kişilər üstünlük təşkil edir. Tamamilə doğru. Bərabər olan ölkələr hansılar dedik müəllimə? Təkrar Monqolistan idi, bəli. Efiopiya, Somali. Bunlar yadımda qalıb. İslandiya, İndoneziya. Aha, bəli, İslandiya, İndoneziya. Cənubi Amerikada da var idi deyirsən. Orada məsələn Ekvadorlar ölkə olaraq düşmür bir hissəsində. Ekvadorda deyəsən. Kəndində düşür. Müəllimə, siz bizə bir də nədən danışın? Kəmiyyət ehtiyatlarının keyfiyyət bir də kəmiyyət göstəriciləri. Kəmiyyət dedikdə adından göründüyü kimi əhalinin sayıdır, cins yaş tərkibidir, əmək ehtiyatlarıdır, bunlardır. Keyfiyyət dedikdə isə məsələn savadlıq göstəricisidir, sağlamlıqdır, sonra təhsil səviyyəsidir və s. nəzərdə tutulur. Bəli, tamamilə doğru, çox. Gülyanah müəllimə, siz bizə ölkə əhalisinin bölünməsindən danışın. Hansı hissələrə bölünür ölkə əhalisi? Necə yəni? Bir dənə O əmək ehtiyatları, biri əmək ehtiyatı. bəli. Yüksək və aşağı olması, onu deyirsiniz. Yox. Bir əmək ehtiyatları, sonra işləməkdən yayınanlar. Hə, dəqiqə. 3 yerə bölürdük də. İkisini dedik, biri qaldı. Əmək fikrimi tamamlayamıram. Bir kimsə deyə bir də mən qulaq asardım. 16 yaşına qədər uşaqlar. Deyin, Həyat sənlə. İşləməkdən yayınan, əmək ehtiyatları və əmək qabiliyyəti olmayanlar. Bu qocalarla uşaqlar. Bəli. Əmək ehtiyatı özü neçə qrupa bölünür? Məşğul olanlar, işsizlər. Məşğul olanlar, işsizlər. Demək, ölkədə işsizlik necə müəyyən olunur? İşsizlik nə idi? İşsizliyi necə tapırsınız? İşsizlik. İşsizləri, əmək ehtiyatlarını. Deyirəm mən. Buyurun. Hə, o işsizlik səviyyəsini elə bir ki işsizlərin sayını işsizlik səviyyəsinə bölürdük orada. Yox. Yoxsa necə idi bir dəqiqə? Məşğul olmayanların sayını, İşsizlərin sayını əmək ehtiyatlarına. iş qüvvətinin sayına nisbəti. Hamısı qarşıdı bir-birinə. İşsizləri əmək ehtiyatlarına bölüb 100-ə vururduq. Bəs bunlar hamısı testdə olacaq. Bəs demoqrafik yükdən kim danışar? Demoqrafik yük. Demoqrafik yük ölkədə əmək qabiliyyəti olmayan əhalinin, işləyənlərin elə bil məşğul olanların sayına nisbətidir da. Olasınız. Bu demoqrafik yükün ölkədə nə kimi bir əhəmiyyəti yaxud nəyi var, rolu? Demoqrafik yük çoxaldıqda nə olur? İşçi qüvvəsinin sayı az olur. Yox. Demoqrafik yük çoxalanda bütün güc işləyən əhalinin üzərinə düşür. Bu da daha çox Avropa ölkələrində bu məsələni daha nə görürük? Demək, Gülyanah müəllimə, siz bizə işsizlik və onun növlərindən danışa bilərsinizmi? 11-ci sinifin mövzusudur. İşsizlik və onun növləri. İşsizlik və onun növləri, bəli müəllimə, o özü 3 yerə bölürdü. Friksion, struktur və dövrü. Deməli, friksion işsizlikdə bir işçi öz işindən çıxıb başqa bir iş dəyişməsidir. Yəni iş şəraiti onu qane etmədiyi üçün. Yəni yeni iş axtarışında olduğu üçün. Sonra
Sonra nə idi? Struktur işsizliyi isə burada isə texnoloji avadanlıqla bağlı idi. Texnoloji elə bil ki, inkişafı nəticəsində texnologiya inkişaf etdikcə həmin işçi işsiz sayılır da, yəni məcburidir işdən çıxsın, başqa bir iş sahəsi seçsin. Belə başa düşmüşəm onu. Bəli, yəni onun nəyi ümumi səviyyəyə uyğun gəlmir, ölkənin inkişaf səviyyəsinə onun təhsili uyğun gəlmir. Bəli. Dövrü işsizlik isə mənə o necə idi? İqtisadi böhran keçən ölkələr üçün səciyyəvi idi. Bəli, yəni iş yeri az, Bizim ölkə kimi. bəli, işə müraciət edən isə çox. Sağ olun müəllimə. Son olaraq Nərgiz müəllimə, siz bizə danışın, dövlətimizin məşğulluq siyasətini, dövlət məşğulluq siyasəti. Məşğulluq siyasəti bir çox istiqamətlərə xidmət edir. Məsələn, əhalinin işsizlərə kömək məqsədi ilə məşğulluq fondu yaradılır və əhaliyə kömək edilir. Bir çox istiqamətlərdə aparılır. Məsələn, nə deyək? Hansı siyasət yeridilir? İnkişaf etmiş ölkələr dövlətlərdən işçi qüvvəsini Müəllimə, Azərbaycan üçün. Azərbaycanda İşsizlik siyasəti necə həyata keçirilir? Azərbaycanda yəni məşğulluq fondu vasitəsilə həyata keçirilir. bəli. Orta və kiçik sahibkarlara kömək edilir və yeni iş yerləri açılması üçün belə deyək ki, şərait yaradılır. Nərgiz müəllimə, son olaraq siz bizə deyin, bu işsizlik növləri var da, bunun qarşısını necə almaq olar? Strukturun, friksiyonun, bir də nəyin? Digər struktur, friksiyon, bir də ki, dövrün tək necə qarşısını almaq olar? Struktur işsizlikdə, yəni o idi ki, texnologiyanın inkişafı nəticəsində həmin sahəyə artıq tələbatın azalması nəticəsində yaranırdı. Məsələn, həmin işdə işləyən insanları həm yaradılan yeni ixtisasa cəlb etməklə qarşısını almaq olar, yəni öyrətməklə. Friksiyon işsizlik bu qane etmədikdə yaranırdı. Yəni yeni iş yerləri açılaraq Friksiyonda yeni iş yeri var. Sadəcə iş yeri haqqında məlumatlılıq artırılsa, rahatlıqla seçim edilə bilər. Bəli, həmçinin orada gənc, məsələn, universiteti yeni qurtarmış tələbə, onlar aid idi. Bir də dövrü amma təbii işsizlik deyildi də. O dövrünü almaq üçün hər dövlət özü belə deyək də müəyyən qədər hərəkət etməlidir bir növ o şəkildədir. Demək bu işsizlik də bitirdik. Əsas məsələ sizə ən önəmli məsələ bu mövzuda o əmək ehtiyatları ilə bağlı qaydaları bilməkdir. Biz onu çünki testlərə tətbiq edəcəyik. Ona görə əmək ehtiyatları ilə bağlı olan məsələləri mütləq şəkildə bilməliyik. Bugün sizə danışacağım əhalinin son bölməsi, yəni Azərbaycan əhalisinə qədər olan hissədə əhalinin irq, etnik, bir də ki, dini fərqlərindən danışacağam. Birinci danışalım irqlərdən. Bilirik ki, Avropoid, Mongoloid, Negroid irqləri var. Bir də ki, Avstraloid irqi də 4-cü irq olaraq ayrılır. Bununla yanaşı keçid irqlər var. Keçid irqlər qarışıq irqlərdir. Məsəl üçün, Avropoiddən Mongoloid metisdir. Daha doğrusu, Avropoiddən Mongoloid metisdir. Avropoiddən Negroid mulatdır. Mongoloiddən Negroid isə Sambodur. Bunlar elə bil ki, qarışıq irqlərdir. Həmçinin Azərbaycan da özü də qarışıq irqlərin nümayəndəsidir. Məsəl üçün, türk xalqlarına indi gələcəkdə keçəcəyik. O gözü qıyıq olanlar Uyğurdur, Yakutdur, Qırğızdır. Bunlar Mongoloiddir. Sonra Karaimdir, Qaqavuzdur. Biraz Avropaya yaxındır da. Bunlar olur Avropoid. Türklər, Tatarlar, Azərbaycanlılar,
Türkiyə türkləri isə bunlar hamısı olur hər iki irqin əlamətlərini daşıyan. Bəs etnos nədir? Etnos odur ki, mədəni irsin daşıyıcısıdır. Və məsəl üçün müxtəlif etnoslar olub, nə bilim Çin etnosu olub, türk etnosu olub, ərəb, hind, monqol və sairə kimi etnosları tarixdə mövcud olub. Və etnogenes var. Etnogenes odur ki, etnosun yaranmasından yox olmasına qədərki dövrü əhatə edir. Demək, etnosun bir növ həyat və fəaliyyətini əhatə edir. Etnosun yaranmasından yox olmasına qədər dövrü əhatə edir. Və bunlar özləri də elə bil ki, etnogenes bir neçə yol keçib daha doğrusu. Birincisi nəsildir. Baxın, bunları açar sözlərdən özümü kurikulum təlimçisi kimi hiss elədim, amma açar sözlərdən yadınızda saxlaya bilərsiniz. Birincisi olur nəsil. Nəsil sırf qan qohumluğudur. Yəni bizim nəslimizi bizlə yeganə ortaq cəhəti qan qohumluğudur. Nəsildən sonra gəlir tayfa. Nəsil, tayfa, xalq, bir də ki millətdir. Tayfa odur ki, eyni tarixə, adət-ənənələrə mənsub olur. Xalqda ümumiyyətlə tarix boyu eyni ərazidə yaşayır. Millətdə isə artıq beynəlxalq müəyyən bir iqtisadi münasibətlər olur və bu etnogenes haqqında da ilk fikirləri Lev Gumilyov söyləmişdi. Lev Gumilyov deyir ki, xüsusilə dağlıq və düzənlik ərazidə yaşayan etnoslar bir-birindən fərqlənir. Əgər etnos dağlıq ərazidə yaşayırsa, demək o biraz belə deyək, daha soyuqqanlı olur, daha belə deyək, hadisələrə qarşı daha gec reaksiya verir. Amma əgər etnos düzənlik, nisbətən isti ərazilərdə yaşayırsa isə o daha belə deyək, istiqanlı olur. Və Lev Gumilyova görə etnogenes bir neçə mərhələdən ibarət inkişaf edir. Birinci mərhələ odur ki, əvvəlcə etnos ətraf aləmə uyğunlaşır. İkinci mərhələ isə sıçrayışdır. Daha doğrusu passionar var etnosda. Passionar odur ki, etnosun bir növ o inkişaf etdirən şəxsdə o da ətraf aləmdən güc alır. Məsəl üçün Çingiz xanı, Attillanı, Teymur Ləngi, Hitleri misal göstərə bilərik ki, bunlar bir passionardır. Birinci mərhələdə dediyim kimi passionar öyrəşir ətraf mühitə. İkincidə artıq sıçrayışdır. Üçüncüdə isə belə bir cümlə var. Baxın, yox olmağa belə hazır olur. Yox olmağa belə hazır olur. Bunu yadınızda saxlayın. Dördüncü mərhələdə isə etnos ya yox olub tamamən tarix səhnəsindən silinir, tamamən. Ya da ki, o belə deyək də, ilkin mərhələyə qayıdır. Baxın, bunu da biz Monqol etnosunda görürük. İndi ən maraqlı mövzulardan biri dil ailələrinə gələk. Baxın, burada bəzi məqamlara toxunaq. Altay dil ailəsinin türk, Monqol, bir də ki Tungus Mancur qrupları var. Burada bütün xalqlar göstərilib. Baxın, Azərbaycanlılar, türklər, türkmənlər, qazaxlar, qırğızlar, özbək, uyğur, Altay, Xakaz, Tıva, Yakut, bir də ki Tatar. Monqollar, Tungus Mancura isə sadəcə və sadəcə evenklər daxildir. Bu getdi. İndi gəlin Hind-Avropaya baxaq. Hind-Avropanın bir neçə qrupu var. Birincisi Slavyan qrupudur. Məlum məsələ, Slavyanlara nə aid ola bilər? Ruslar, Ukraynalılar, Polyaklar, Polşada yaşayan. Bir də ki Belaruslar. Bunlar hamısı Rus xalqlarıdır. Rus, Ukrayn, Belarus, bir də ki Polşa, Polyaklar. Sonra gəlir German. Germanlara baxın. Bu şimaldardırlar. Norveçlilər, İsveçlilər, bax Finlər yox, Finləri sonra başqa bir ailədə hətta deyəcəyik. Yəni Finlər Hind-Avropa dil ailəsinə aid deyil. Bunu yadınızda saxlayın. Elə bil ki, dediyim kimi Norveçdir, İsveçdir, Alman, İngilis. Norveç, İsveç, Alman, İngilis. Demək, Polyaklar aid oldu Slavyana. Amma bu tərəfdə Almanlar isə German qrupuna adından da göründüyü kimi aid oldu. Demək, İngilis, Alman,
Sonra bu tərəfdə Norveç, İsveç. İndi gəlirik romanlar. Romanlar deyərdim ki, Cənubi Avropa ölkələridir. Yəni İtalyan, baxın burdan İtalyan, fransız, İspan, bir də ki Portuqallar. Bir də bunlar daha çox bilirik də Latin Amerikasının müstəmləkələri olduğu üçün daha çox bu ərazilərdə yayılıblar Latin Amerikasında. Sonra gəlirəm Alban qrupu. Baxın, Albanlar Hind-Avropa dil ailəsinə aiddir və Alban qrupuna təkcə Albanlar daxildir. Yenə qeyd edirəm, Albanlar ayrıca bir qrupdur və Hind-Avropaya daxildir. Orada sadəcə Almanlar daxildir. Sonra keçən dəfə bu haqda danışmışdıq. İran qrupu. İran qrupuna farslar, kürdlər, taciklər, əfqanlar aiddir. Bir-birinə deyərdim ki, qonşudurlar da. Baxın, tacik, əfqan, sonra kürdlər, farslar daxildir. Həmçinin talışlar da buna daxildir. Sonra gəlirik Hind-Ari. Hind-Ariyə Bengal, Hindistan, Pəncab. Baxın, Bengal, Hindistan, bir də ki Pəncab. Bu Hindistan xalqları. Bir də gəlir Ural dil ailəsi. İndi baxın, görürsüz. Finlər, estonlar, macarlar, finlər, eston, F-E-M. Yadınızda saxlayın. F-E-M. F-E-M. Demək, bunlar finlər, estonlar, macarlar Fin-Uqor qrupuna aiddir. Ural dil ailəsinin. Afro-Asiya qrupu var. Burada baxın, Ərəbistan və Şimali Afrikanı əhatə edir. Qafqaz dil ailəsinin ayrıca Naxdağıstan qrupu var. Buna çeçenlər, ləzgilər, avarlar var. Bunlar da xüsusilə Azərbaycanın şimal və şimal-şərq hissələrində yaşayan etnik xalqlardır. Sonra var Kartvel qrupu, bura gürcülər daxildir. Çin-Tibetə çinlilər, tibetlilər, Eskimos Aleutə, Eskimos Aleutlular indi ən əsas. Baxın, Khoisan Bantu var, bir də ki Avstraliya ailəsi var. Khoisan Bantuya, baxın, bir dənə burada Bushmenlər, bir də ki Qotentotlar aiddir. Sonra var burada Avstraliya ailəsi. Baxın, daha doğrusu Nigar Kordofan ailəsi. Nigar Kordofan. Buna isə Afrikanın digər hissələrində aiddir. Bir önəmli məqam. Yaponlar Altay dil ailəsinə aiddir. Bunu yadınızda saxlayın. Yaponlar Hind-Avropa yox, Altay dil ailəsinə aiddir. Yaponlar ayrı qrup olaraq ayrılır. Əvvəl məsələ mübahisəli idi, amma son məlumata görə Yaponlar Altay dil ailəsinə aiddir. Yəni bunu bu formada götürürük. Bu bizim dil ailələrimizdir. Bir də istəyirəm sizə Maslow'un tələbat piramidasından danışım. Maslow'un tələbat piramidasına görə, belə deyək, ölkələr bir neçə müəyyən bir piramidadır. Ən aşağıda odur fizioloji tələbatlar. İkinci yerdə təhlükəsizlik, ən sonda özünü ifadə etmədir. Üçüncü yerdə müəyyən bir sosial qrupa mənsubluq. Sonra özünə hörmət, özünə hörmətdən sonra isə özünü ifadə etmə. Özünü ifadə etmə. İndi keçmək istəyirəm dinlərə. Bilirik ki, bir var milli, daha doğrusu daha çox belə deyək, ərazinin daha çox əhalinin sitayiş etdiyi dünyəvi dinlər var. Bir də var milli dinlər. Dünyəvi dinlər, baxın, İslamdır, xristiandır, bir də ki, İslam, xristian, bir də ki, buddizmdir. Gördüyünüz kimi, buddizm, yəni buddizm hissəsi daha çox Çin, Cənub-Şərqi, Şərqi Asiya ölkələrində yayılıb buddizm. Var elə bil ki, xristianlar, var müsəlmanlar, yəni İslam dini elə bir sitayiş edən insanların sayına görə birinci yerdə xristian, sonra İslam, ən az isə buddizmdir. Və xristian da müxtəlif təriqətlərə bölünür. Katoliklər, pravoslavlar, protestantlar. Katoliklər daha çox Roman dil ailəsinə uyğun gəlir. Protestantlar, bir dəqiqə, səadət vermədi yəqin ki. Aha. Katoliklər dedik, daha çox uyğun gəlir Roman dil qrupuna, Hind-Avropanın.
Sonra gəlir pravoslavlar. Pravoslavlar ruslardır. Elə bil ki, pravoslavdan sonra protestant gəlir. Daha çox, German dil qrupuna, aiddir. Digəri isə, elə bil ki, pravoslavlar isə, slavyan dil qrupuna aiddir. İslam da 2 təriqətə bölünür. Sünnilər, bir də ki, şiələr. Şiələr, var Azərbaycanda böyük bir hissəsində, İraqda, bir də ki, Əfqanıstan, elə bil ki, İraq bir də İran ərazisində, daha doğrusu Əfqanıstan yox, İran və İraq ərazisində daha çox yayılıb. Qalan bütün ərazilərdə isə, sünnilər əhatə edir. Bir də, demək, burda, fikir verin bu hissədə, həm də var milli dinlər. Milli dinlər, məsəl üçün, hinduizm var Hindistanda, sonra konfuizm Çində, sintoizm Yaponiyada, lamanizm var Monqolustanda, bir də ki, İsraildən bilirik də, orda yudaizmdir. Həmçinin, bir də var heç bir dinə, belə deyək, mənsub olmayan şəxslər. Bunlar da elə bil ki, yəni, bunları ümumiyyətlə bu, necə deyərlər, statistikaya daxil etmirlər. İndi danışacağam əhalinin yerləşməsindən. Əhali yerləşə bilər kənddə, bir də ki, şəhərdə. Yəni bir baxaq, kənddə yerləşsə nə başına gələr, şəhərdə yerləşsə nə başına gələr? Kəndin müsbət, həmçinin mənfi cəhətləri var. Müsbət cəhəti odur ki, məsələn, ekologiyası təmizdir və sairə. Mənfi, cəhətləri isə əsas elm mərkəzlərindən kənardadır. Məsəl üçün, müəyyən ictimai yaşayış obyektləri, həmçinin universitetlər yoxdur. Və yadınızda saxlayın, ən çox əhali şərq, bir də ki, şimal yarımkürəsində, daha çox məskunlaşıb. Mikrofonları söndürün, zəhmət olmasa səs gəlir. Və bəzi ölkələr var ki, dağlıq ölkələrdir. Nepaldır, Butandır, Qırğızıstandır, Tacikistandır. Sonra Avropada məsəl üçün İsveçrəni misal göstərə bilərik. Avstriya, Norveç, Albaniya məsəl üçün dağlıq ölkədir. Bunları misal göstərə bilərik. Dünyada ən hündür, şəhəri, elə bir paytaxt şəhəri, Boliviyanın paytaxtı La Paz şəhəridir. And dağlarında yerləşir Boliviyanın paytaxtı La Paz şəhəri. Və, orda xırda bir yerdə, 7-ci sinifdə yəqin yadınızdadır, əhalinin məskunlaşma modelləri var. Radial, xətti, bir də sahil boyu. Radial odur ki, nəqliyyat yollarının kəsişdiyi yerdədir məskunlaşma. Xətti odur ki, çay kənarlarında tutalım, məskunlaşıblar. Bir də ki, sahil boyu dənizin sahilində, hər hansı bir böyük bir çayın, gölün sahilindədir. Bir də kənddən danışanda bir şey unutdum ki, kəndin 2 forması var. Qrup yaşayışı, bir də ki, dağınıq formada yaşayış. Məsəl üçün, bizim Azərbaycanda qrup formadadır. Yəni bir növ qonşularımız var, amma elə ərazilər var ki, dağınıq formadadır. Bunu ranço və fazenda və ya fazenda adlandırırlar. Məsələn, Latın Amerikasında belə, ərazi, elə bil ki, bu məskunlaşma formasında, dağınıq tipdə, ölkənin ərazisi çox olmalıdır. Məsəl üçün, Qazaxıstanda ola bilər, Avstraliyada, Braziliyada, Kanada, ABŞ, Latın Amerikasının ölkələrində, demək, dağınıq formada yaşam mövcuddur. İndi keçirəm şəhərlərə. Şəhərlər gördüyünüz kimi, elə bil ki, şəhərdə əhali kənd təsərrüfatı ilə çox az bir hissəsi məşğul olur və məsəl üçün, müxtəlif formada var. Məsələn, elə ölkə var 500 nəfər, elə ölkə var 30 min nəfər birləşəndə şəhər adlanır. Bunu əzbərləməyə ehtiyac yoxdur, çünki hər ölkənin statistikası, dəyişir. Amma biz əsas baxaq ki, şəhərlər birləşərək aqlomerasiyalar əmələ gətirir. Aqlomerasiyalar özləri də, belə deyək, nüvə şəhəri olur və onun ətrafında, həmin böyük şəhərin ətrafında toplanır bütün müəssisələr. Məsəl üçün, Bakı bir, aqlomerasiyadır, amma burada göstərilməyib. Gəlin bir aqlomerasiyalara baxaq. ABŞ-da Los Angeles'dır, Detroit'dir, bir də ki, New York'dur. Demək, Washington deyil, New York, Detroit, Los Angeles.
Meksikada Mexikodur, Rio de Janeiro, São Paulo, Braziliyada, Buenos Aires, Argentinada. Sonra Avstraliyada görürsüz yoxdur. Afrikada 2 dənədir. Qahirədən Lagos. Avropada Roma, Paris, London, Moskva, bir də ki İstanbuldur. Məsələn, İstanbul sırf Avropaya düşür, o Frakiya tərəfdədir də belə deyək. Sonra Pekindir, Seul Koreyadadır, Şanxaydır, Tokyo, Osaka, bir də ki daha çox məsələn Hindistan ərazisi, Kəlküttə nədədir? Banqladeşdədir. Sonra Mumbai, Karachi, New Delhi isə bunlar hamısı Hindistandadır. Bir də ki İndoneziyanın paytaxtı Jakarta bir aqlomerasiyadır. İndi gəlin birlikdə baxaq meqalopolislərə. Bunu əzbərləməlisiniz. Tək-tək bu meqalopolislərdən sual düşür. Ümumiyyətlə dünyada 6 dənə meqalopolis var. Bosfor, Spitsansan Amerikadadır. İngiltərə, buna qara İngiltərə də deyirlər. Reyn boyu, bir də ki Yaponiyada Tokayda var. İndi gəlin Sakit Okeanda Spitsə baxaq. Sakit Okean sahilində Spitsə, daha doğrusu Sakit Okeanda Sansandır. San Francisco, San Diego, bir də ki Los Angeles daxildir. Spitsdə Chicago, Pittsburgh, Detroit, bir də ki Cleveland daxildir, böyük göllər ətrafında. Şimal-şərqi hissəsində Bosvaş var. Boston, Washington, sonra Philadelphia, sonra var burada Baltimore, bir də ki New York daxildir. Bunu dedim. Sonra gəlir Reyn boyu. Baxın. Reyn boyuya Rotterdam, Niderlanddadır. Bir də ki Amsterdam. Rotterdam, Amsterdam. Almaniyada da Reyn-Run, Reyn-Main daxildir. İngiltərəyə isə London, Birmingham, Sheffield, Manchester, bir də ki bir dənə qaldı. Demək Liverpool, Liverpool daxildir. Bir də var smog. Smog odur ki, iri şəhərlərin ətrafında yaranan tüstüdür. Bu həmin ərazilərdə müəyyən sənaye sahələrinin inkişafı ilə əlaqədardır. Məsəl üçün ölkələrdə var bir eninə inkişaf, bir də ki var dərininə inkişaf. Dərininə inkişaf etmiş ölkələrdə olur. Yəni ölkənin bütün hissələri eyni cür inkişaf edir. Amma eninə inkişaf isə inkişaf etməkdə olan ölkələrdə olur. Məsəl üçün elə Azərbaycanın özü bir növ eninə inkişafdır ki, yəni sadəcə bütün müəssisələr Bakı və Abşeronda cəmləşib. Bir də var miqrasiya. Miqrasiya, məsəl üçün indi təhlil etməyə çalışacağam bu xəritənin üzərində. Əhalinin bir yerdən başqa yerə köçməsidir. İmiqrasiya gələn, emiqrasiya isə yəni ölkədən gedənlərdir. İndi gəlin baxaq hardan hara nə gəlir. Baxın. Müxtəlif səbəblərdən ola bilər bu arada immiqrasiya. Məsəl üçün məcburi şəkildə ola bilər, ölkədə hər hansı bir təbii fəlakətdən asılı olaraq ola bilər. Bir də var qastrbayter. Qastrbayter qonaq işçidir. Elə bir həmin ölkəyə gəlir, orada bir növ oturum izni alır və burada işləyir, amma yəni vətəndaşlıq almır. Qastrbayter. Bir də var, demək, məsəl üçün Lüksemburqda İşçi ümumi əhalinin 30%-ni, 39%-ni, 40%-ni belə deyək təşkil edir. İndi gəlin bu xəritənin üstündə baxaq kim hara gedir. Məsəl üçün Latin Amerikası ölkələri daxilini götürsək, daha çox Braziliya, Argentinaya gəlirlər. İmmiqrantlar. Amma ümumi götürsək, Amerika daha çox ABŞ-a və Kanadaya yaxın edir. Daha çox ABŞ-a. Baxın, Kanadanın iqlimi nisbətən əlverişsizdir deyə daha çox ABŞ-a gəlir. Sonra Afrikada cara miqrasiya var. Bir də Şimali Afrika ölkələrinə çox az bir miqrasiya var. Məsəl üçün Ərəb ölkələrinin əhalisinin əksər hissəsini mühacirlər təşkil edir. Mühacirlər. Bəs bu mühacirlər bura niyə gəlir? Əlbəttə ki, demək, neft sahəsində işləmək üçün. Yəni, çox az Ərəbistanda ərəb fəhlələr var. Qalan bütün hissəsini mühacirlər təşkil edir. Bəs bu mühacirlər hardan gəlir? Əlbəttə ki, baxın, Əfqanistandır, Pakistandır, Əfqanistan, Pakistan, Hindistan kimi ölkələrdən. Yaponiya heç bir halda miqrant qəbul etmir.
Yaponiyada miqrant olmaq üçün gərək ki, hər hansı bir, nə bilim, belə deyim də sizə, ixtiranla və sairə şəklindən fərqlənməlisən və Yaponiyada, yəni sadəcə elmi, təhsilli insanları qəbul edir. Sonra, Avstraliyaya, məsəl üçün, İndoneziya, Malayziyadan miqrantlar gəlir. Avstraliyalıların özləri də daha çox Amerikaya gedirlər ya da ki, Avropa ölkələrinə. Avropa daxilində də miqrasiya var. Məsəl üçün, Cənubi Avropa ölkələri Orta və Şimali Avropaya, belə deyək, miqrasiya edirlər. Şərqi Avropa qərbiyə miqrasiya edir. Orta Avropa isə daha çox şimaliyə miqrasiya edir. Ən belə, məsəl üçün, üst-üstə məsələn Finlandiyadır, Norveç, İsveç kimi ölkələr var ki, onlar dünyanın ən xoşbəxt ölkələri seçilirlər də. Bunlar hamısına isə yəni bütün ölkələr, bütün əhali, ölkələrin əhalisi burada yaşamağı arzu edir. İndi son olaraq keçim Azərbaycan. Azərbaycandan əlbəttə ki, Rusiyaya, Türkiyədən Avropa ölkələrinə, xüsusilə Almaniyaya miqrasiya çoxdur. Bütün bu Mərkəzi Asiya ölkələrindən isə Rusiyaya miqrasiya çoxdur. Rusların özləri isə Avropaya miqrasiya edirlər. Sonra bir də burada məsəl üçün qaynar nöqtələr var da, Suriyadır, İsraildir, Fələstindir. Bu ərazilərdə isə xüsusilə Suriya, Fələstin daha çox Türkiyəyə miqrasiya edirlər. Niyə miqrasiya edirlər? Çünki orada BMT-nin qəbul etdiyi, yaratdığı çadırlarda yaşayırlar və bunların statusları da qaçqın miqrantlardır. Belə. Bu da bizim dərsimiz. Azərbaycan əhalisinə qədər olacaq. Bura qədər zəhmət olmasa öyrənərsiz və bu mövzular elə bil ki, bunu bitirəndən sonra əhalinin testləri çox olacaq, əhaliyə başlayacağıq inşallah. Keçək indi DİM-in ikinci hissəsinə. Keçən dəfə də yadımdadır, nədə yarımçıq qalmışdıq, güvəndə. DİM-dən vermişdim 100-dən 290-a qədər bioehtiyatlar. Buyurunuz, buyurunuz. Müəllimə, Azərbaycanın sivilizasiyasını da verdiniz. Yox, Azərbaycanı vermədim. Atacam mövzular, narahat olmayın. Buyurunuz. Bu test olacaq. 100-ə qədər baxmışdıq keçən dəfə səhvlərə, fiziki coğrafi rayonlaşmada. İndi 100-dən sonra. Buyurun. Yoxdur heç kimin səhvi. Nərgiz müəllimə, sizdə vəziyyət necədir? Baxmışam müəllimə səhvlərə özüm. Mən də baxmışam varımda. Baxmayan varmı? Mən baxmışam mən. Aha. Baxın, evə götürürsünüz onda. Bunu qeyd eləyərsiniz bir dənə. Bir saniyə. Bunun mündərcatı var görəsən. Məncə yoxdur. Bir dəqiqə. Baxın, elə bu testdə də sizə demişdim də, biraz qarışıqdır. Ona görə bax bu testdən götürürsüz dünya sivilizasiyaları, ikinci hissə dünya sivilizasiyaları. Cavab yoxdursa deyərsiniz, mən ataram. Qeyd eləyin, dünya sivilizasiyaları. Deyim ikinci hissə. Sabahki. Mənim onu 20-yə qədər eləməmişdik ki, keçən dəfə. Bunu mu eləmişdik? Bunu mu eləmişdik? Dünya, bəli, 20-yə qədər dünya sivilizasiyaları. Buradan mı eləmişdik, güvəndən mi? Buradan eləmişdik müəllimə. Hə, onda bunu davam edəcək. Onda siz Müəllimə, oradan üzr istəyirəm, sözü kəsirəm. Buyurun. Mən yazmışam biraz. Deyəsən onu ümumiyyətlə ikinci hissə DİM-dən yazdım, hamısını qurtarmışam. Aha. Siyasi xəritəni qurtarmışam, üzr istəyirəm. Siyasi xəritəni qurtardım. Amma orada bir sual məni qaranlıq qaldı. Orada yazdım da qrupda. 27-ci suala baxın müəllimə. Baxacam, bircə dəqiqə ev tapşırığını verin müəllimə, orada davam edəcək. Hə, olar, Aha. buyurun. Elə bildim ki, ona görə müəllimə. Narahat olmayın. Ölkələrin tipoloji xüsusiyyətlərini götürün. Tipoloji xüsusiyyətlərini. Sabaha qədər də. Var burada, siz neçədən sual, bircə dəqiqə.
Ölkələrin Dindən götürürük. Bəli, din, ikinci hissə ölkələrin tipoloji xüsusiyyətləri. Cəmi 90-ca dənə testdir. 90 dənə test. İndi güvənə keçəcəm. İndi keçirik. Biz burada 20-də qalmışdıq, hə? Bəli. İndi o müəllimənin dediyi sualdan da elə davam edərik. Mən işləməmişəm hələ buranı. 20-yə qədər işləmişik də müəllimə birlikdə. Bəli, 20-yə qədər burada işlədiyimiz. Bugün tamamlayacağıq indi. Elə 25 ilə 30 arasını Səadət müəllimə oxuyar. 20-dən elə bil ki, Gülyanaq müəllimə buyurun. 21-25. 21-dən oxuyuram. Bəli, 21-dən 25-ə qədər. 5-5 oxuyuruq. Sonra Səadət müəllimə oxuyacaq. 25-30. Oldu, yaxşı. İndoneziyanın yerləşdiyi böyük adalar qrupu. Deməli, burada birinci olasıdır Kalimantan, Sumatra, bir də Yava 1, 5, 6 A bəndi. Bəli. Siz də qeyd edin, zəhmət olmasa dəftərlərinizə. Elə burada bitirəcək Allah qismət eləsə bunu. Mən Sonra vaxtım bitmişdi. 22. Yaponiyanın yerləşdiyi böyük adalar qrupu. Hokkaido, Shikoku, Honshu. 1, 4, 6. Y variantı. Düzdür. 23. 3 yarımkürədə yerləşən dövlətlər. 3 yarımkürədə. Madagaskar olmaz. B variantında Braziliya, Böyük Britaniya, İspaniya. Elə budur, B variantıdır da. Braziliya, Böyük Britaniya, İspaniya. Bəli, digərində burada qaldı. Düz. Peru çıxdı. Pakistan. Bəli. Y-də Misir silir, sonra Bəli. D-də Paragvay. Düz. 24. Dəqiqə. Cənub-Qərbi Asiya regionuna aid olan ölkələr. Cənub-Qərbi Asiya. Deməli, Tayland olmaz. B variantında Əfqanistan, Türkiyə, Nepal, Butan. Bunlar Cənubi Asiya aiddir. Nepal, Butan. C variantında İran, Türkiyə, Səudiyyə Ərəbistan, İsrail. Elə budur, C variantıdır. D-də isə Kamboca, Brunei, Y-də isə Indoneziya silir. Məsələn, 25-ə də baxın. Qaradəniz sahilində yerləşən dövlətlər. Deməli, Qaradənizdə Belarus deyil, A variantında, B variantında Bolqarıstan, dəqiqə. Ukrayna, Türkiyə, Gürcüstan, Bolqarıstan. Yəni Bolqarıstan çıxmır. Deyil, eləmi? Onda Orada Almanya var. Bir dəqiqə, müdaxilə etməyək. Müəllimə özü neynəsin? Narahat olmayın. Baxıram mən. Aha. Yaxşı. Deməli, bir dəqiqə variant çıxım. C-də İsveç getdi. D-də Bolqarıstan çaşdırır məni. B ilə D oxşayır, baxın. Y-də isə Livan deyil. B ilə D arasında qalmışam. İndi bir dəqiqə. Almaniya heç baxmıram. Elə D variantıdır. Bəli. İndi buna aid başqa bir sual da olacaq. Gördüm ki, problem var. Bu Saat ölkələrdə. 50 istiqamətində, eləmi? Bəli. Buna aid sual olacaq. Gəlin birlikdə baxaq. Qaradəniz sahilində hansı ölkələr Orada bir sual var idi, güvəndə. Deyir ki, saat qərb istiqamətində düzün. Axırda Rumuniyada qutarırdı. Bəli. Baxın. Dində də var müəllimə. Elə onu deyirəm də. Olacaq, səbirli olun. Demək, burada Ukraynadır, burada Rusiyadır, burada Gürcüstandır, sonra Türkiyədir, Bolqarıstan, görürsünüz, Bolqarıstan. Burada da ki, sizin dediyiniz kimi Rumuniyadan bitir. Moldovanın ümumiyyətlə dənizə çıxışı yoxdur. Yadınızda saxlayın. Türkiyədən sonra olur Bolqarıstan, Rumuniya, bəli. Bəli. İndi onu işləyəcək. Prosto yadımdan çıxmaz bir də.
Əsla. Əsla. Bəli, indi Bolqarıstan çıxır dənizə. Bəli, Qara dənizin sahilində Çıxır da, hə, yerləşir. çıxışı var Türkiyədən Bolqarıstan. sonra odur. Elə demək istəyirəm ki, Türkiyədən də Bolqarıstanın sərhəddi var. Türkiyənin 8 ölkə ilə sərhəddi var. Onu Türk dünyasına keçəndə qəşəng bir izah eləyəcəm sizə. Türk dünyasını bütün qruplaşdırıb, heç bəlkə də sadəcə dinləyərsiniz, dərslikdən oxumağa ehtiyac qalmayacaq. Səadət müəllimə 26-nı oxuyun, Bəli. zəhmət olmasa. 26 3 yarımkürədə yerləşən dövlətlərin müəyyənidir. 26-da, hə. 3 yarımkürədə Venezuela, Ada, Venezuela, Monqolistan, İndoneziya. İndoneziya, demək, burada Monqolistan 2 yarımkürədədir. Bunu deyək. Bir də Venezuela da 2 yarımkürədədir. A variantı. Mən demək, ümumiyyətlə yazmışam, təsvir izah eləmək istəyirəm. Yəni deyirəm, C variantı seçmişəm. İndoneziya, Braziliya, Kongo. Çünki İndoneziyadır, Braziliya, Yəni bizə Kongodur. əsas məsələ elə Ekvator sizin etdiyiniz izah lazımdır. Deyilmi? Hə, Ada, ekvator Monqolistan. xətti kəsdiyinə görə ekvator xətti kəsir Indoneziyanı. Həm şimal yarımkürəsində, həm cənub yarım, həm də şərq yarımkürəsində düşür. Bəli. Braziliyada, Kongoda ikisi də eynidir. Braziliya demək Yəni, həm B-dən qərb nəyi yarımkürəsində, həm şimal, həm cənubdadır. Onu Bəli. özünüzü incitməyim. B-dən nəyi çıxar? B-dən məsəl üçün çıxıram Boliviyanı. Çıxdı. D-dən Hə. D-də Rusiyanı çıxıram, Kanadanı çıxıram. Məsəl üçün onlar yəni 2 yarımkürədədirlər. aha. E-də də Rusiya Ukraynadır, yarımkürədədir, Türkiyədir, Səadət. məsəl üçün. Bəli. Rusiya 3 yarımkürədə də bacı. Hansı? Rusiyanı desən 2 yarımkürədir. Niyə ki? Hə, 180 dərəcə meridian kəsir, hə. Hı-hı. Düzdür. Hə, Ukrayna məsəl üçün yenə də 2 yarımkürədədir, Türkiyədə 2 yarımkürədədir. Avstraliya. Avstraliyada, hə. Demək, bəli, getdim mən 27-dən məsəl üçün qaldım. Yazmış, oxuyuram indi müəllimə. Ərazinin çox hissəsi yüksək dağlıqda yerləşən qərb yarımkürəsi ölkələri. Hı-hı. Qərb yarımkürəsi. Demə müəllimə, şərqdəkiləri gəlin çıxaq. Bax Tunisi çıxdı. Qərb yarımkürəsi. Bir dəqiqə deyəsən, məni yəqin ki, o çaşdırıb bilmirəm. Bir dəqiqə indi deyəcəm müəllimə. Kanada, demək, Tunis ümumiyyətlə belə deyək, ərazisi səhralardan ibarətdir, A-da. A-nı çıxdı. Sonra yerləşir. Onu heç baxmıram ona. Hə. B-yə baxırıq. Hə, ümumiyyətlə Tunis şərqdədir, hə, belə deyək. Braziliya, Nepal da şərqdədir. Dağlıq olsa da o da şərqdədir. Hə. Bəli, bu da. Sonra C-yə gəldik. C-dən isə Meksika, Paragvay, Senegal. Senegal Afrikada hara düşür? E variantı. Yaxşı, gəlin baxaq bura. Mən Varianta ehtiyac yoxdur müəllimə. Necə bilirsiniz, burada variant rahat tapmaq olur. Sadəcə biz baxaq bu hansı hissədədir. Bu Meksika, Boliviya, Peru olacaq onda müəllim. Hə. E variantı idi məncə. Yox, Senegal harda? Bax, o məni şimal-qərbə düşür Senegal. Şimal-qərb. Şimal-qərbdə. Bəli. Senegal, bir dəqiqə. Afrikanın xəritəsində. Həm də dağlıq deyil axı Senegal. Heç dağlıq da deyil, hə. Aysa, o dağlıq da deyil ora. Bəli, bəli. Amma Norveç isə, Norveç. Senegal ovalıqda yerləşir həm də. Bəli, bəli. Çili dağlıqdır, Burada. Peru dağlıqdır. Bildim, müəllimə, bildim. Bir dəqiqə. Hə. Mümkün müəllimə. Norveç dağlıqda ancaq həm şərqə düşür, həm qərbə. Onu götürə bilərik. Ancaq qərb deyir. Qərb. Onda Meksika, Boliviya, Peru düşür. Bəli. Boliviya müəllimə dağlıq əraziyə düşür. Bax, o mənim çarıqdır. Ən hündür ölkəsi olaraq paytaxt. Dünyanın ən hündür yaşayış məntəqəsi oradadır. 3600 metr yüksəklikdə yerləşir mən bilən. La Paz paytaxtı. La Paz şəhəri. Tam dağlıqdır Boliviya. Ant dağlarının tam dağlıqdır. Ona hə, onun tam dağlıq olduğu bilirdim. Dünyanın ən yüksək yaşayış məntəqəsi oradadır. Amma yəni tam dağlıq olduğu yadımdan çıxmışdı, belə deyim. 28-ə baxın, zəhmət olmasa. 28
Hə, ərazisinin çox hissəsi yüksək dağlıqda yerləşən şərq yarımkürəsi ölkələri. Demək, şərqə gediriksə, elə İran, Nepal, Türkmənistan. İranın, demək, Türkmənistan səhradır, müəllimə, böyük hissəsi. Ona görə bunu çıxırıq. B-yə gəldik. B-də Özbəkistan, Pakistan, İrandır. Yenə Özbəkistanın da ərazisində həm demək, düzənlik ərazilər çoxdur, səhralar çoxdur. Sonra gəldim C-yə. C-də Boliviya qərb yarımkürəsindədir. Ona görə bunu da çıxdıq, məsəl üçün, ümumiyyətlə belə götürəndə. Demək, D-yə gəldik, Nepal, Əfqanistan, Tacikistan. Düzdür, Tacikistanla Nepal dağlıq ərazidir. Elə Əfqanistan da dağlıq ərazilərdən bir D variantıdır burada. Burada Çili qərb yarımkürəsindədir, E variantında. Uruguay da Çili. Uruguay da qərb yarımkürəsindədir. 29. Azərbaycandan cənub-şərqdə yerləşən ölkələr. Cənub-şərqdə yerləşir, cənub-şərqdə. Türkiyə, İran, Əfqanistandır burada. Demək, Türkiyə cənub-şərqdə deyil, cənub-qərbdədir. Bunu üçün Türkmənistan, B variantı, Türkmənistan, Çin, Monqolistan. Monqolistan Çin şərqimizdədir, belə götürəndə. Türkmənistan da Çindir. Monqolistan şeydədir, biraz elə bir şimal-qərb, nisbətən şimal-qərbimiz, şərqimizdə. Sonra getdik C-yə, müəllimə. C-də Hindistandır, İndoneziyadır, Avstraliyadır. Elə bu variantdır. Hindistan da cənub-şərqdədir, Indoneziyadır, Avstraliya. Səudiyyə Ərəbistan D-yə gələndə, D-də Səudiyyə Ərəbistan cənub-qərbdədir. Gəldik burada E variantına, Monqolistan, Qazaxıstan, Hindistan. Qazaxıstan da öz cümlədən bizim demək şimal şərqimizdədir. Bəli. 30-a baxaq son olaraq. 30. Daha çox ölkə ilə həmsərhəd olan Asiya ölkəsi. Demək, Monqolistan 2 dövlətlə həmsərhəddir. Buna görə də biri çıxırıq. Sonra gəldik, Yəmən də, məsəl üçün, Səudiyyə Ərəbistanından Omanla sərhəddir. Ona görə 5-i də çıxdıq. Qaldı yerdə bizdə Çin, Özbəkistan, Bangladeş qaldı. Bangladeş, demək, bir dəqiqə. Demək, Bangladeş neçə dövlətdən? Çin, demək, ən çoxdur. Bir də Özbəkistan. Daha Bangladeş Hindistandan sərhəddir. Bir də hansı dövlət idi bu tərəfdən? Bangladeş Hindistandan idi. Bir də hansı dövlətlərdən? Cənub-Şərqi Asiya ölkələrindən hər sərhəd direyi var. Amma burada mən nətər götürmüşəm? Çin daha çox ölkə ilə həmsərhəddir. Məsələn, Rusiya ilə, Monqolistanla, bu tərəfdən Qazaxıstanla, demək, aşağıda Cənub-Şərqi Asiya ölkələri ilə. Burada Bangladeşdə elə bir Hindistanla sərhəddir. Ancaq Hindistanla sərhəddir. Bir də ki, Benqal körfəzi ilə. Bir də Myanma ya düşür də M olan. Hə, burada elə bir ki, bu tərəfdən Cənub-Şərqi Asiya ölkəsindən hansı ölkə idi, yadıma sala bilmədim. Hə, bir də oradan. Bangladeş 2 ölkə, Hindistan, Myanma. Şəlalə 31-ə baxın, zəhmət olmasa. Braziliya ilə həmsərhəd olmayan ölkələr. Mənim Çili, Ekvador dövlətidir. Braziliya ilə həmsərhəddir. Argentina, Paragvay, Uruguay həmsərhəddir. 3 yarımkürədə yerləşən paytaxt şəhər. Bu da mənim yəqin ki, London şəhəri olar. Greenwich meridianı kəsdiyinə qərb-şərq, şimal. Düzdür, əlasınız. 33. 33. Cənub-Şərqi Asiyanın müvafiq olaraq yarımada və adada yerləşən ölkələri. Yarımada və adada özü Cənub-Şərqi Asiyada. Yarımada, adada. Laos yarımadada yerləşir, Tayland da yarımadada yerləşir, bu səhvdir. Vietnam
Yəni biri yarımadada, bir adada olmalıdır da, hə? 7-cisi yarımadada. Vyetnam paytaxtı Hanoy. Bu da heç yox, mənim Vyetnam Brunei. Brunei adadadır. Paytaxtı Bəndər Sarıbəqovan, Kalimantan adasının yuxarısındadır. Buyur bəndə. 34'e bakın. Cənub-Şərqi Asiyanın müvafiq olaraq yarımadada və adada Şərqi Asiyanın müəllim. Şərqi Asiyanın müvafiq olaraq yarımada və adada yerləşən ölkələri. Şərqi Asiyanın yarımadada. Mənim Koreya yarımadada yerləşir, Yaponiya adada. O biriləri təhlil eləməyə ehtiyac yoxdur yəqin ki. Bəli, bəli. ehtiyac yoxdur. 35'e bakın zəhmət olmasa. Dünyanın siyasi xəritəsinin formalaşmasının ən yeni dövründə baş verən dəyişikliklər. Ən yeni dövründə. Müstəmləkə sisteminin dağılması, Amerika və Avstraliyanın kəşfi, SSR-nin parçalanması, müstəmləkə imperiyasının yaranması və genişlənmə, mütləq monarxiya dövlət quruluşu forum, SSR və Şərqi Avropa ölkələrinin. Mən burada dəqiq bilmirəm, müstəmləkə sisteminin SSR-nin dağılması nəticəsində yeni müstəqil dövlətlərin yaranması, müstəmləkə sisteminin dağılması. Bu da düzdür, 90-cı illər. Bir də mənim axırıncıdır deyəsən, SSR və Şərqi Avropa ölkələrində sosializm sistemi. Bəli, bəli. Monarxiya falan o əvvəlki dövrlərdə də 1-3-6. Çox sağ olun müəlliməciyim. Həyat müəllimə 36. Buradadır həyat müəllimə. Yoxdur burada həyat müəllimə. Yəqin 1 saatı bitdi. Onda Nərgiz müəllimə buyurun 36. Tropik enliklərdə yerləşən ölkələr. Türkiyə subtropikdir, Fransa olmaz, Kanada olmaz, Belarus olmaz. Y variantı Misir, Meksika, Səudiyyə Ərəbistanı. Sağolasınız. Ölkələrə müvafiq gələn yarımadaları müəyyən edin. Vyetnam, Hind, Çin, Portuqaliya, Piriney, Danimarka, Yuslandiya, İtaliya, Apenin, Oman, Ərəbistan. 3Y, 4B. B variantı. B. 7'də B. Davam edək. Asiyanın rütubətli iqlim şəraitinə malik şəhərləri. Rütubətli deyirsə, Ulan Bator, Moğolistan idi. Bu gedər. Şanxay, Çin, Aşqabad gedər. Ər-Riyad gedər. Tehran da gedər. Çəlçətə, Jakarta, Tokyo. Tokyo götürə bilərik də mussona görə. Mussona görə. Bir dənə bu düzəldir müəllimə. Aha, buyurun. Sonra Cənubi Avropa və Şimali Afrika ölkələrinin oxşar cəhətləri. Bir ayrılma. Şimali Afrika inkişaf etməkdə olandır. İçi olar Aralıq dənizi sahilində yerləşir. İxracatlarında emal edici sənaye bu Cənubi Avropaya aid olar. İçi aiddir hələ ki. Hələ ki 2, düzdür. 4 də aiddir. Zeytun və sitrus ecədir. 2-4 beynəlxalq turizm inkişaf edər. Təbii artım Cənubi Avropada azdır. Yalnız bir okean sahilində yerləşir. Yalnız bir okean. Rusiyanı çıxaram. 2 getdi. 8-i də çıxaram. Portuqaliyanı. Hindistan. Yox, bizdən biri soruşur. Madaqaskar göstərəm. Necə? Portuqaliyanı niyə çıxırıq deyə soruşurdum mən də. Tərsinə baxıram. 5-i götürərəm, 8-i götürərəm, Braziliyanı götürərəm, bir də Hindistanı götürərəm. Bəli, baxın Hindistan. Məsələn, Rusiyanın 2, hətta 3 okean açıqsı var da, Kaliningraddan falan götürsək. Kanadada 3 okeandır. Indoneziyada 2-dir. Indoneziyada 2. Bədbəxtin okean açıqsı yoxdur. Bəli, materik daxil idi deyəsən.
41 Gülyanah mənə buyurun. Aha, 41 ərazisində 2 və daha artıq dövlətin yerləşdiyi adalar. Burada deməli, Böyük Britaniyada 2 və daha artıq. İrlandiya, hə, böyük o adada yerləşir də. Burada 2-dir, Şri-Lankada 1-dir. Axıracan oxuyum yoxsa? Ürəyiniz necə istəyir? Yaxşı. Biz də bilmək istəyərdik. Aha, yaxşı. Deməli, Şri-Lankada 1-dir, Kubada 1 idi, yoxsa 2 idi? 2 olmalıdır Kubada. Haiti, İrlandiya 2-dir orada. Böyük Britaniyanın bir hissəsi yerləşir orada. Sonra Madagaskar 1-dir, Şri-Lanka 1-dir, İrlandiya 2-dir, Yeni Gvineya. D-dən nəyi çıxım? AB-ni çıxdı siz deyəndə. Tez-tez oxuyursunuz. Yaxşı. Kalimantan, Yeni Gvineya, İrlandiya, Haiti. Elə bu olar. Sonra D variantında Sardiniya təkdir, Tasmaniya təkdir. Y variantında isə Yamayka təkdir. Yoxsa İslandiya təkdir. Yamayka. Hə, İslandiya. 42. Orta Avropada dənizə birbaşa çıxışı olmayan ölkələr. Birbaşa çıxışı olmayan. Deməli, Orta Avropada. Bu A'dakilərin hamısının çıxışı var. Lüksemburgun yoxdur mənim. Elə. Niderland, Lüksemburg yanaşı deyildimi onlar yoxsa? Cənubundadır mənim. Belçika, Niderland, Belçika, Lüksemburg cənubunda bir nöqtədir. Onun çıxışı yox. Hə, balaca, hə, gördüm. Gördüm. Sonra olmayan Almaniyanın var. Olmayan soruşur da bizdən, hə. İsveçin də var, Avstriyanın yoxdur. İsveçrənin yoxdur, Avstriyanın yoxdur, Lüksemburgun yoxdur. Elə C variantı. Buradan da Belçikadan Fransanı çıxırıq. Bəli, Y-də isə hamısının var. Bəli, hamısını çıxarırıq. Sonra 43-də Avropanın dənizə birbaşa çıxışı olmayan ölkələri. Elə yenə eyni sualdır təxminən. Bir dəqiqə baxım. Belarus, Macaristan, İsveçrə. C variantı. Bulgaristan, yox, üzr istəyirəm. Avstriya, Belarus, Macaristan, İsveçrə, bəli. Sonra 44-də İsveçrə, İran, Nepal dövlətləri üçün oxşar xüsusiyyət. İsveçrə, İran, Nepal. Deməli, İsveçrə, İran, Nepal. Alp Himalay qurşağında yerləşirlər. Bunu götürmək olar. Elə bu da elə. Alp Himalay, bəli, bəli. Digərləri olsun. 45. Afrika aid olan ölkələr qrupunu müəyyən edin. Afrikaya aid olan. Deməli, A-da Vyetnamı sildik. B-də Hondurası sildik. Makedoniya hardaydı? Makedoniya Avropadaydı da. Honduras, sonra Kolumbiyanı sildik. Bir dənə Liviya aid olur. Sonra C-də isə Butan, Nepal, Laos, Kamboca. Bunlar hamısı Asiya ölkələrdir. D-də isə hamısı Əfqanistan Asiyadır. Y-də isə hamısı Afrikadır. Tamam. Sağ olun. Səadət hanım, 46. Bəli, mənimlə. 46. 46. Aralıq dəniz hövzəsində yerləşən dövlətlər. Aralıq dəniz hövzəsində. Albaniya yerləşir, Tunis yerləşir, İtaliya yerləşir, Fransa yerləşir. A variantıdır. A variantıdır, tamam. 46. Aha, sonraki o birisləri deyim, mən izah etmək ehtiyac var. Yox, burada konkret. Birincidən gəldi. İsveç, Polşa, Macaristan və Albaniya üçün ümumi olan xüsusiyyət. İsveç, Polşa, Macaristan və Albaniya. Keçmiş sosial sistem ölkələrdir. Müəllim, burada İsveç sosialist ölkə olmayıb deyə bu aid deyil. Şərqi Avropa ölkələrdir. İsveç Şərqi Avropaya deyil, Qərbi Avropaya aiddir. Sonra yeni sutkanın eyni vaxtda qarşılayır. Yeni sutkanı eyni vaxtda. Polşa, Macaristan eyni idi. Bir də Yine ziyan üstündə yerləşmə məsələsi olmalıdır.
eyni vaxtda qarşılayırlar. Hə, eyni meridian üzərində eyni saat qurşağında yerləşməlidirlər bunlar. Bir dəqiqə mənim. Okeana birbaşa çıxır. Demək buradan İsviç haraydı? Hə, İsviçrenin İsviçi qarışdırdım, üzr istəyirəm. Hə. Okeana birbaşa çıxışı var. Burada bir dəqiqə. Macarıstanın yoxdur axı demək. Elə bax bu testdə karıxmışdım mən. Aha. Mən izah 2 edeyim. dənə səhvim var idi. 2 dənə səhvdən biri 28 Aha, idi, bir də ikisindən bu idi elə. tutmuşam demək ki. Deyir, keçmiş sosial sistemi Ki- ölkəsidir. Bax, İsveçi çıxdım. Şərqi Avropa ölkələridir. Yenə Çıxdım. İsveçi çıxdım. Burada deyir ki, bugünkü mövzudur. Deyir, Hind-Avropa dil ailəsinin eyni dil qrupuna aiddir. Deyirik Eyni ki, dil qrupuna aid deyillər müəllim. Macarlar bugün Polşa danışdıq. slavyandır. Elə deyil. Baxın, bugün elə danışdıq. Albanlar Hı. ayrıcadır, ayrıca. Finlər, estonlar, macarlar Urala daxildir, Hind-Avropaya Hə, daxil mən yadıma deyil. düşdü, düzdür, Bəli, düzdür. Macarı belə çıxdıq. Okeana deyil, birbaşa çıxışı var bu ölkələrin. Buradan da Macarıstanı yenə çıxırıq. Amma bunlar Bəli, hə. meridian üstündə yerləşirlər. Yeni sutkanı eyni vaxtda qarşılayırlar. 48-ə baxın zəhmət olmasa. Yaxşı, buyurun. Demək, çox sağ olun müəllimə. Şimali Amerikanın ucqar, şimal, cənub, şərq və qərb nöqtələrinin yerləşdiyi müvafiq ölkələr. Demək, Amerikanın ucqar, şimal və cənub. Kanadada yerləşir şimalı. Cənubu yerləşir, demək, ucqar, şimal. Panamada, şərq yerləşir, şərqi yerləşir. Bir dəqiqə, elə o da yerləşir Kanadadadır. Qərbdə ABŞ-dadır, Alyaskada deyil, orada, hə, yuxarıdadır, hə. A variantıdır mənim bu. Bəli, bəli. 49-a baxın. Hə, düzdür. Demək, 49. Ölkənin yerləşdiyi yarımada və paytaxtının düzgün verildiyi sıra. Portuqaliya, Piriney yarımadasındadır, amma paytaxtı şeydir, Lissabon, haraydı? Bəli, Portuqaliya Lissabonda. Bu bir cavab deyil, adı yad ola bilər, yadımdan çıxıb. Kamboca Ərəbistanda deyil, bu da Hind-Çin yarımadasındadır. Tayland Hind-Çindir, Bangkok budur. 3 olacaq. Yunanistan Pirneydədir. Bir dəqiqə. Yox, Yunanistan Balkandadır, Pirneydə deyil. Paytaxtı düz olsa da o düz deyil. Danimarka, Yucatan, Kopenhagen. Danimarka, Yucatan. Yucatandadır. Yucatan Amerikadadır. Yox, Jutlandiyadadır. Üzr istəyirəm, Jutlandiyadadır. Danimarka Jutlandiyadadır. Paytaxtı Kopenhagen. Demək 3-dür müəllim, cavab düzgün. 50-yə baxın. Sonra 50-ni də oxuyum. Ölkənin adı, yerləşdiyi region və paytaxtının düzgün verildiyi sıra. İran Cənub-Şərqi Asiyada deyil, Cənub-Qərbi Asiyadadır. Filippin Cənub-Şərqi Asiyadadır. İrlandiya Qərbi Avropadadır. Paytaxtı Amsterdam. İrlandiyanın paytaxtı Dublindir. Çin Şərqi Asiya, paytaxtı Pekin. Bəli, budur 4-dür. Yaponiya Cənub-Qərbi Asiyada deyil, Şərqi Asiyadadır. Bu da cavab 4-dür. Yəni Çin, Şərqi Asiya, Pekin, C variantı. 51 oxuyum. Yox, 5 dənə kifayətdir. Hə, yaxşı. Səlanə vermə 51. Regionlara müvafiq gələn dövlətləri müəyyən edin. Türkmənistan, Cənubi Asiya. Müəllim, birinci ilə ikinci Yaponiya Cənubi Asiyadır, Şərqi Asiyadır, Qazaxıstan Mərkəzi Asiyadır, bu heç. Monqolistan Mərkəzi Asiyadır, Cənubi Asiya, Bangladeş dövlətidir, paytaxtdır, Dəkkədir. Cənub-Şərqi Asiyada da müəllim Laos yerləşir, paytaxtdır, Vyetnam paytaxtı da. Aha. 3 yəni düzdür. 4-ə baxın səhv olana. Nə tərii? 4-ə baxın səhv nədir?
4-də səhvə baxım. Koreya Cənubi Asiyadır, Şərqi Asiyadır. Ondan Çin də elə həmçinin. Orada mənim hamısını səhv veriblər Cənubi Asiya ölkələrim. Koreya da Şərqi Asiyadır, səhv veriblər. Düzdür. Davam edə 52-dən. Dəqiqə bunu düzəldim mən. Bir saniyə. Aha, buyurun. Mənim 52 görmüş oldu. Ölkələrimi etməliyik. Mənim 52 ola pas atdı mənim. Xəritə sxemdə verilmiş ölkələri düzgün müəyyən edin. Müəyyən edin. Biri tapsam. Bir hansı seçmək görmüyorum. Bu da görürsünüz. Somali'dədir, Somali'də. Bu birdir. Sağ ol. Somali. Aha, Moqadişo. 2 müəllim Mərakeşdir. Rabat. 2 Mərakeş. 3 müəllim Malidir deyəsən. Aşağıdakı Mavritaniyadır, o Malidir. 4-də Liviya dövləti. Mavritaniya. Mavritaniya. 3. Gözlüyüm bunu düzəldək. Mavritaniyadır. 3 Mavritaniyadır müəllim. Bəli. Mali onun sağ tərəfindədir müəllimə. Niger, Çad. Bak, Mali, Niger, Çad. Mavritaniya, Mali, Niger, Çad. Belə. Mali. Müəllimə. Bir dənə kimsə mənə bir sual vermişdi. Bu Afrikanın şimal ölkələrinin sərhədləri niyə düz şəkildədir? Mən cavab vereyim ona müəllimə. Bəli. Demək, onun şimal hissəsi həm səhradır, 2 səbəb var orada. Aha. Yəni əgər səhv eləmirəmsə 2 səbəb var. Bir, səhra olduğuna görə sərhədləri meridian və paralel istiqamətində çəkiblər. Yəni qum təpələri daim orada küləklərin olduğuna görə dəyişir yerlərini. İkinci səbəb də müstəmləkə əraziləri olub. Müstəmləkəçi özlərinin arasında bərabər bölüşdürüblər əraziləri. Bu səbəbdir. Mən elə bilmirəm amma müəllim. Yəni elə ölkələr olub ki, Gülyanaq müəllim bir-birlərinə təcavüz eləməyib da. Hamısı səhra ölkəsidir. Ermənistan məsələn bizdən Qarabağı istəyir. Orada hamısı səhra ölkələrdir. Şimali Afrika ölkələrinə çox. Ona görə ehtiyac olmayıb ki, sərhədlər parçalansın. Mən də elə bilirəm. Bax, xəritəyə baxanda, məsələn, orada siz hansı cavab düzgündür? Zəhmət olmasa indi buyurun siz izah eləyin. Sizin fikriniz çox gözəldir həqiqətən. O məsələdən baxmamışdım. Amma mənim oxuduğum, mənim bildiyim odur ki, biraz Şəlalə müəllimə, biraz da siz dediyiniz. Demək, bu sərhədlər həm bərabər bölünsün deyə, yəni rahat olsun deyə meridian və paralellər üzərində götürüblər. Çünki sərhədlər səhradan keçdiyi üçün oradakı torpaqların o qədər də əhəmiyyəti olmayıb da. Onlara maraqlı olub, bir də buradakı neft yataqları maraqlı olub. Ona görə müstəmləkə arasında bərabər bölünsün deyə meridianların sərhədləri var. Elə xəritədə baxanda biz görürük, biz bölə bilərik rahatlıqla Afrikanı. Ona görə bölüblər. Yəni onlar arasında belə xüsusi bir dava filan müəllimə dediyi kimi olmayıb. Ona görə o formada bölünüb. Bu mənim bildiyim. Sağ olun. Buyurun. Çox sağ olun. O Afrikanın cənubunda da elədir. Yəni səhra daha çox yəni uyğun gəlir. Kalahari, Namibiya tərəf. Şəlalə müəllimə 53. Mənim 53, yenə deyək ki, mənim ölkələri tapaq da, siyasi xəritədəki ölkələri. Deməli, bir müəllim Nigeriyadır. Düzdür. Əlcəzair dövlətidir, paytaxtı ilə Əlcəzair. 3 müəllim Çaddır, paytaxtı N'Djamena. 4-də Efiopiyadır, paytaxtı Əddis Əbəbə. A variantı düzdür. Bəli, 54-də baxaq. Yenə ölkə tapırsınız. Xəritə sxemdəki rəqəmlərə uyğun gələn mikro dövlətləri. Yəni mikro dövlətləri deməli orada Monacodur müəllim, çünki Andorra bu tərəfdədir. Elə deyil ki. Biri deyirsiniz, Monaco. San Marino'dur müəllim. Monacodur. Bu Monaco. Sonra 2. San Marino'dur müəllim. İtaliyada San Marino dövləti bu.
100%-dir. 3 də müəllim Vatikan dövlətidir. Bunu da tanıyırıq. Anklav. Bu da bizim baxın 4 Avstriyadan Liechtenstein dövlətidir. bəli. Paytaxtı da Vaduz nədir belə bir şəhərdir. Avstriyadan İsveç'in arasında Liechtenstein'dir. Lüksemburg'da Niderland, Belçika aşağısında da Lüksemburg belə nöqtə formasında gəlir. Monaco hara düşür? Öyle bir Fransa ilə İtalya arasına? Yox, ora Andorra düşür Juliana müəllim. Fransa, İspanya. Fransa, İspanya. Bir dəqiqə, başa tam bilmədim. Yox, Gözlüyün. İspaniyanı görmür axı Monaco. Gözlüyün. Elə. Elə bir Fransanın elə bir şərqindədir o. Onu soruşmadınız siz. Yo, Monaco. Ha, Monaco. Fransanın şərq tərəfindədir. Hə, Yəni orada cənubunda, bu cənub xüsusi şərqində. Elə bir bir Hə, səsi cənub deyil, şərqində, düzdür. İtaliya. Hə. Aha, 55'e baxın. Əcməl, bir də dediniz ki, Svaziland anklavlıqdan niyə çıxıbdı? Onu həmişə anklav dövlət deyirdilər axı. İki ölkədə yerləşir də ona görə. Bəli. Onu həmişə niyə Mən eşitmədim. İki ölkənin sərhədində yerləşir. Hə, Biri kimlərdir? Biri nə idi? Mozambik, səhv eləmirəmsə. Hə, onda elə. Hə, Carla Mozambikin arasındadır. Amma Lesotho sırf Carın içərisindədir. Vatikan da sırf İtalyanın içərisindədir. 55'e baxın müəllimə. Dünyanın siyasi xəritəsində keyfiyyət dəyişikliklərinə aiddir. Müharibələr nəticəsində ərazilərin zəbt edilməsi yaxud itirilməsi bu aid deyil müəllim. Keyfiyyətə bu aid deyil. Bəli, deyil. Sonra Dəniz dayazıqlıqlarının qurudulması ilə bu da müəllim keyfiyyətə aid deyil, kəmiyyətdir. Dövlətlər arası siyasi ittifaqların yaranması bu aiddir müəllim. İctimai, iqtisadi gözüm görmür müəllim. Formasiyalar nəyin müəllim? formaların tarixən əvəz olunması. Tarixən ictimai, iqtisadi. Müəllim bu da deyək, yəni dövlət quruluşunun yeni formalarının meydana bu heç müəllim. 3 4 5. Bəli. 3 4 5. Bəli. Doğru cavab A. Dövlət quruluşunun yeni formalarının meydana gəlməsi müəyyən. Bu da keyfiyyət. Bəli. Burada elə bil ki 55 64 neçədən də qaldı? 9 dənə test qaldı. Bunu işləyərsiniz evdə. Və ölkələrin tipoloji xüsusiyyətləri 90 test, yəni sabaha qədər bunu işləyərsiniz. Təxmini 100 test olur. Bir də əhalini öyrənmək. İndi rekordu da atacağım, dərsə gedirəm. Dərsdən çıxıb mütləq atacağam.